İranın geçən 100 ilində İranın əsli məsələsi nə idi? Və tamam hərəkətlər, inqilablar, etirazlar nə üçün olub? Əsli məsələ İranda istibdad siyasi ilə mübarizə. İstibdad siyasi ilə mübarizə edən xalq və ya xalqlar hangi hədəfi qəsd eləyərək mübarizə edirlər? İranda bir demokrasi gerçəkləşsin. Yəni İranın bugün əsas məsələsi, yəni birinci gələn məsələsi geçən 100 ildə istibdadın qarşısında İrana bir demokrasi sistemi siyasətini qurmaqdır. Bu birinci və ən mühüm məsələmizdir. Amma siyasi demokrasi İranda necə qurula bilər? Sual budur və federalizm o sualın cavabıdır. Yəni İranda 100 illik bir istibdadi ənənə və adət necə edə bilər demokrasiya keçsin? Bu sürəc və bu keçiş federalizm vasitəsilə ola bilir deyə biz düşünürük. Yəni iki yol var demokrasiya. Ya bir mütəmərkiz siyasi nizam qurmalıyıq və deməliyik ki, Tehranda otursunlar, bu mütəmərkiz nizam yavaş-yavaş bizlərə haqq hüquq tanısınlar. Yəni qeyri-farz xalqlara, bunlara yetişsinlər. Bir bu var ki, geçən 100 ildə İranın nizam-ı siyasisi mütəmərkizidir, unitarıdır. Bir də bir başqa yol var. O da federalizmdir. O ki biz düşünürük ki, İrana demokrasi gətirə bilər. Ne üçün İrana federalizm demokrasi gətirə bilər? Bundan ötürü ki, demokrasinin əsas payəsi və gerçəkləşməsi qudrət siyasının bölünməsindədir. Yəni qudrət siyasi mütəmərkiz bir yerə yığışmayacaq. Federalizm nizamı səbəb olur ki, qudrət siyasi bir mərkəzdən, yəni paytaxtdan bir neçə mərkəzə, Azərbaycan, Bəluçistan, Kürdistan, Lorestan, Əhvaz və Gilan filan bölünsün. Və bu siyasi qudrətin bölünməsi ilə fərqli bölgələrə və ya fərqli eyalətlərə imkanı təmərküz qudrət İranın siyasi sistemindən alınır və bu təmərküzün qabağı alınması üçün İranda bir federal dövlət qurulur. İranda bir demokratik dövlət qurulur. Yəni İranın siyasi nizamı federalizmə söykənərək, federalizmə dayanaraq siyasi demokrasini əldə edir. Bu federalizmin birinci hədəfidir ki, yəni tamam xalqların bərabərliyi və dayanışması ilə, yəni həmbəstəliyi ilə bir siyasi sistem İranda düzəlir ki, hamı bərabərcə bir müəyyən anayasa, qanun əsasında müəssis məclislər onu yazmalıdırlar. Bir ölkə kimin idarə olsun. Eyni halda eyalətlərin də hər bir federal dövlət kimin özlərinə bir məclisi, özlərinə bir anayasası, özlərinə bir dövlət məhəlləsi olmaq lazımdır. Federal sistem dünyada tanınmış bir sistemdir və dünyanın ən mühüm və modern dövlətləri bu sistemlə idarə olur. Amerikanın özündən başlayaq, gələk Almana, gələk İngilistana, gələk Hindistana ki, dünyanın ən böyük demokrasisidir. Gedək Belçikə. Bu Belçikə gəlmişəm, mən burada bir mühüm bir nöqtəyə işarə edeyim. Belçik o ölkədir ki, 120 il bundan qabaq məşrutə inqilabında İrandan gediblər o Belçikin anayasasını, qanun əsasını gətiriblər İrana, onu tərcümə ediblər və İranda onu məclisdən anayasa kimi qəbul edib. İran o zaman o anayasanı Belçikdən gətirəndə İrana, sistemi siyasi Belçikdə unitar bir sistemidir, mütəmərkiz bir sistemidir. Amma indi o qədər reformlar varid olub anayasaya, bu gün Belçik bir demokratik, modern, federal bir dövlətdir. Və onun anayasası eləyə bilər İranda da, necə ki 120 il bundan qabaq ki, İranda savad yox idi, mədrəsə yox idi, danışqa yox idi. O hali ilə gəliblər o anayasanın Belçikdən aparıblar. İndiki İranda savad var, mədrəsə var, məktəb var və geniş mütaliə, savadlılıq var. İndi daha rahatca eləyə bilərlər Belçikin anayasasından ilham alsınlar İranda. Amma İranda indi ifrati sağçılara deyəndə ki, Belçikdən biz anayasadan eləyə bilərik ilham alaq, deyirlər ki, Belçik İran deyil ki. Belçik İran deyil, necə 120 il bundan qabaq İran gedib oradan anayasa gətirib ki, indi İran daha çox savadlanıb, daha çox gəlişib, indi eləyə bilməz Belçikdən anayasa gətirsin və ya ondan ilham alsın. Qeydim əsli söhbəti. Pəs federalizm ədaləti siyasi qurulmaqdan ötürü meydana gəlir. Baxın, federalizm ədaləti siyasi qurulmaqdan ötürü, yəni ədalət siyasına yəni demokrasi. Yəni qudrət siyasi bölünsün fərqli eyalətlərə,
Bu əyalət Farsistandır, bu əyalət Azərbaycandır, bu əyalət Kürdistandır və tamam əyalətlər İrandır. Fərqi yoxdur. Xalqların öz bölgələrində, öz əyalətlərində yaşadığı yerlərdə özlərini idarə eləsinlər. Necə ki, başqa federal dövlətlərdə o iş görürlər. İndi geri dönək bu məsələyə. Bugün bir federal cumhuriyyəti İrana gətirməklə eləmək olur ki, o istibdadın qarşısını alıb bir siyasi ədalət və ya demokrasini İrana gətirmə. Amma burada yetmir. Burada təbiətən başqa məsələlər var. İndi bu saat İranın 5 böyük məsələsi var. Birisi və ən mühümmi demokrasi idi ki, onu danışdıq haqqında. İkinci məsələ qadın məsələsi. Qadın məsələsi və ya cinsiyyət bərabərliyi. Diqqət edin, qadın məsələsi yalnız deyil, yəni qadın-kişi bərabərliyi deyil. Cinsiyyət bərabərliyi söz konusudur. İranda cinsiyyət sahəsində ədaləti qurmalıyıq, bərabərliyi qurmalıyıq. Qadın və cinsiyyət məsələsindən keçəndən sonra çevrə məsələsi var. Mühit zist, ekoloji ki, İranın ekolojisi bugün həqiqətən böyük zədələr və sədmələr görmüşdür. Ona diqqət yetirmə və onunla adilanə bir rəftar etmə, çevrəni qoruma və çevrəyə diqqətlə davranma. Çevrə bizim doğa ilə, təbiət ilə qurduğumuz bir zəmindir. O çevrə olmayan yerdə, su olmayan yerdə, topraq olmayan yerdə, hava olmayan yerdə, gün olmayan yerdə biz necə yaşaya bilərik? Balıq olmayan yerdə, heyvanlar olmayan yerdə, orman olmayan yerdə, çaylar, dənizlər olmayan yerdə biz necə yaşaya bilərik? Ona görə çevrəni qoruma, ekolojiyə diqqət yetirmə, yəni ekoloji sahəsində ədaləti cari etmə də bizim görevlərimizdən biridir. Yəni ədalət siyasi sahədə demokrasi, ədalət qadın sahəsində cinsiyyət bərabərliyi, ədalət ekolojidə ekoloji sistemini qorumaqdan keçir. Ondan sonra iş və əmək sahəsində ədalət var. Bu nə deməkdir? Yəni iqtisadi, ictimai, siyasi ədaləti bərqərar etməkdə bir sosial dövlətin qurulmasına çaba göstərməliyik. Sosial dövlətin qurulması toplumda hər bir vətəndaşın insana layiq bir yaşama haqqı olması və o haqqın təmin olmasına çalışmamız əsas məsələlərdən biridir. Yəni, ədalət, iş və əmək sahəsində yerini almalıdır. 5-ci məsələ, qeyri-fars xalqlar keçən 100 ildə həm milli kimlikləri əzilib, həm təhqirə məruz qalıblar. Eyni halda onların yaşadığı bölgələr, yaşadığı əyalətlər, şəhərlər, kəndlər də iqtisadi təbizə məruz qalmışdır. Burada ədalət icra olmaq üçün İranda yaşayan xalqların milli kimlikləri nədirsə, bu türkdür, bu farsdır, bu ərəbdir, bu bəluçdur, nədirsələr onun rəsmiyyətə tanınması, onların dilləri öz bölgələrində rəsmiyyətə tanınması və öz məktəblərində və mədrəsələrində öz dillərində təhsil alması cari olmalıdır. Və bu vasitə ilə İranda fərqli etniklər arası ədalət qurulmalıdır. Yəni, hər bir vətəndaş ölkədə, bu Azərbaycanda yaşır, bu Xorasanda yaşır, bu İsfahanda yaşır, bu Bəluçistanda yaşır, ya Kürdistanda yaşır, heç fərqi olmalıdır və bir insan kimi necə varlığı varsa, o varlığı qəbul olub, hüquqi bir mövqe qazanmalıdır. Və insanlar necə varlıqları vardıysa elə yaşamalıdırlar. Və buradadır ki, federalizmin quruluşu da İranda bir türlü İranda yaşayan xalqların arasında ədalət qurmaq üçün bu federalizm onlara yardım edir. Məsələ deyək, Kürdistan əyalətində bir məhəlli dövlət qurulur. Azərbaycan əyalətində bir məhəlli dövlət qurulur. Lorestanda, Farsistanda və başqa əyalətlərdə əyaləti dövlətlər qurulur. Bu əyalətlərin nümayəndələri mərkəzə yığışıb və o mərkəzi dövlətin idarəsini öhdədar olurlar. Yəni mərkəzdə ümumiyyətlə federal dövlətlərin 2 məclisli sistemlər olar. Bir məclis əyaləti dövlətlərin nümayəndəsi yığışar. Bir məclisdə yalnız İranın vətəndaşları səs və rəy ilə o məclisə gəlib və o məclisdə qanun yazarlar. O 2 məclisin münasibatında qanun təyinlər və bu vasitə ilə İranın dövləti mərkəzisi qurulur və bu dövlət bir demokratik, bir hüquqi, bir ədalətpərvər və şəhərvəndə gözəl bir yaşamı, gözəl bir həyatı yaşatmaqdan ötürü əməl edər və siyasət aparar. Bölgə dövlətləri ilə bir dayanışmada və dünya xalqları ilə bir dayanışmada və həmbəstəlikdə olur və İran İslam Cumhuriyəti kimi deyil, bəlkə dünyada dövlətlərlə bir dostane əlaqə və ilişkidə olur və bu vasitə ilə
həm bölgədə və həm dünyada sübat və sülh üçün çalışır. Bu bizim arzu etdiyimiz ümumiyyətdə İranda federal cumhuriyyətin hədəfləridir. Federal cumhuriyyət hər bir alanda insanların yaxından onların problemləri ilə uğraşmasına şərait yaradır. Yaxından xalqların və insanların öz müşkillərini və problemlərini həll etmək üçün imkan sağlayır. Bu federalizmdir. Federalizmdə dayanışma, dostluq, gələcək, demokrasinin gəlişməsi, demokrasinin dərinləşməsi və İranda federal cumhuriyyətinin qurmasının iki çox ümdə mənfəət İrana sağlayır. Bir, İran dövləti İranda yaşayan xalqların vasitəsilə qonşu ölkələrlə bir dostanə əlaqəsi qurur. Məsələn, türklərin vasitəsilə Azərbaycan Türkiyə, kürdlərin vasitəsilə İqlimi Kürdistan, ərəblərin vasitəsilə ərəb dövlətlər, bəluçların vasitəsilə Pakistan və Xorasanda yaşayan Fars xalqının vasitəsilə Əfqanistanla münasibət əlaqəsi qurulur. Bu çox önəmlidir ki, İranda yaranan federal cumhuriyyət daha çox əmniyyətdə yaşayan bir dövlət olur. Eyni halda İranın multietnik yapısı bir federal cumhuriyyətdə Orta Doğu ölkələri arasında əgər birlik, ittihad yaranırsa, məsələn, Avropa Birliyi kimi, İran fərqli xalqların İranda yaşaması üçün o birliyin Orta Doğuda paytaxtı olur. Çünki heç bir başqa ölkə yoxdur ki, İran kimi belə bir şansı olsun ki, Orta Doğuda, Xavərmiyanədə paytaxta çevirən bir şəraiti İrana sunur. Və bu, İranın Xavərmiyanədə və ya Orta Doğuda rolunu və hətta gələcək güclü bir dünya siyasətində rolunu da İrana sağlayır. Bu bizim federal cumhuriyyətdən anlayışımızdır.